Niyə çoxlu manifestlər, təlqinlər də deyilir bunlara? İnsanlar eləyir bunu aylarla, illərlə, nə bilim, 40 gün, 21 gün, 33 gün, amma işə yaramır. Niyə yaramır? Davam elətdirirlər ki, bəlkə bir gün alınar deyə. Birinci, baxa, bu insanlar nə üçün bu ilhamlandırıcı sözləri özlərinə deyirlər, yəni bu manifestlər edirlər, sevdikləri şeylə enerji uyumu yaratmağa çalışırlar, şuur altlarında yeni inanclar formalaşdırmağa çalışırlar ki, o sevdiyi şeylərə doğru çəkilsinlər və yaxud da ki, sevdiyi, arzuladığı şeyləri öz həyatına çəksinlər. Məsələn, maşın, zənginlik, səyahət, hər kəsin arzuları və niyyətləri fərqlidir. Bu olumlamaları, təlqinləri edirlər, amma işə yaramır. Çünki İnsanlar özlərinə bunu inandıra bilmirlər ki, mən bu şeyə sahib ola bilərəm. Misal üçün, bir maşın, bir xanım qırmızı rəngdə bir BMW arzuluyur və ona özünü təlqin eləyir ki, gözlərini yumur, canlandırır, mənim qırmızı rəngdə BMW-m var və bunu təlqin edir özünə, təkrarlayır. Sonra çıxır evdən, gedir qatara əyləşir, metroya gedir. Və onun içindən bir səs canlanacaq, onun bir tərəfi deyəcək ki, nə oldu bəs sənin qırmızı rəngdə BMW-in var idi, sən indi metroda gedirsən və yaxud da ki, marşrutda gedirsən. Yəni biz bunu doğru etmədiyimizdə, yəni özümüzə bunu doğru bir şəkildə etsək, bunu bəlkə də bilinçaltımıza keçirərik. Amma biz bunu məndə varmış kimi desək, təlqin etsək özümüzə, bir tərəfimiz deyəcək, səndə yoxdur bu. Bunu inkar edəcək. Burada bir müqavimət yaranacaq. Anlata bildim mi? Biz məsələ nədir? İnsanın şuurlu zehni ilə şuuraltı zehni arasında bir kritikal faktor denilən bir bölüm var. Gözlə görünməyən şəffaf bir şey düşünün. Bunu hipnoterapistlər daha çox bilirlər. Mən şuurlu şəkildə bir şey özümə təlqin edirəm. Misal üçün, mən zənginəm. O dərhal kritikal faktor baxır ki, şuur altına. Orada nə inanc var? Mən zənginəm inancı var, yoxsa yox? Baxır, görür ki, yox. Burada yoxsulluq inancı var. Deməli, mən zənginəm təlqinin nə olur? O manifest üçün, o olumlama təlqinin, o söz inkar edilir, qəbul edilmir. Bunu başqa bir nümunə verək. Misal üçün, xanım çirkin olduğuna inanır bilinçaltında, səviyyəsində ki, mən çirkinəm, gözəl deyiləm. İndi bu manifestlərdən xəbərdar olub və deyir ki, bugündən mən özümə təlqinlər eləyəcəm və öz şuur altımı dönüşdürəcəm. Keçir gözünün qarşısına, mən gözələm. Bunu təlqin etməyə başlayır və buna inanmaq istəyir, bunu hiss etmək istəyir, hiss edə bilməz. Çünki şuur altında nə inanc var? Mən çirkinəm inancı var. Həmin o kritik faktor saniyədən az bir müddətdə dəyərləndirir, baxır bilinçaltında görür ki, yox, burada mən çirkinəm inancı var. Qəbul etmir. Bizim bilinçaltımıza o bilgi məlumatları daxil olur, orada yer edir özünə və orada inanc formalaşır, daha da qüvvətlənir inanclarımız ki, şuur altında olanlara uyğun bir şey gəlsin. Yəni, misal üçün, mən çirkinəmə inanan həmən o xanıma biri gəlib kənardan desə ki, sən nə gün desəni, o dərhal onu hiss edəcək, o çirkin olduğunu yenidən hiss edəcək. Niyə? Orada olan inancını qüvvətləndirəcək bir bilgi gəldi. Ona əsəb verəcək onda o. Bəli, əsəbləşəcək və yaxud da ki, məyus olacaq və yaxud da ki, öz-özünə güzgüdə baxsa ki, mən nə gündəyəmdirsə, özünü çirkin hiss eləyər. Amma çirkin olduğuna inanan bir insan, mən gözələm dediyində o gözəli hiss eləyə bilmir.